İndi deyəcəksiniz, bu hinduşkanı necə belə qıpqırmızı içliyini də fərqli elədi. Yeni il süfrəniz üçün I am hungry resepti deyirəm, yaddaşda saxlayın. Ən yaraşıqlı hinduşkanı almaq üçün isə Favorit Premiumun 6-cı paraleldə yerləşən filialına gəldim. Burada əsl bayram abağısı var. Lazım olan çərəzlərin ən qəşəngini portağal, limon, kərə, ədviyyatları alıb gəldim reseptimə. Başlayıram hinduşkanın hazırlıq mərhələsinə. Artıq yerlərini kəsib hinduşkanı duzlayıram. Bir dəfə sizə demişdim ki, uşaqlıqdan bu işləri sevirəm. Dərisini zədələməmək şərti ilə sinə və but hissədə ətdən tam aralayıram. Bura yedirtmək üçün isə aromatlı kərə yağı hazırlayıram. Yumşaq kərə yağını ədviyyatlar, portağal, limon qabığı, razmarin və sarımsaq qatıram. Səliqəli şəkildə bu yağı əlimlə dəri altına yedirirəm. Keçirəm ən dadlı içliyə. Çərəz və meyvə qurularını ən əsasda bol şabalıdı, qiyməkeşlə xırdalayıram. Bura duz, istiot, sarı kök, zeytun yağı və alça əti qatıram. Qəşəng qarışdırıb hinduşkanın içinə yerləşdirirəm. Təmiz cunanı ədviyyatlı yağa batırıb hinduşkanın üzərinə tam sərirəm. 2 saat alt rejimdə 200 dərəcədə, 1 saat 220 dərəcədə alt-üst rejimdə bişirirəm. Sobanın altına isə ayrı qabda su qoyuram. Bəs siz bayrama nə bişirəcəksiniz? Toyuq, hinduşka yoxsa ördək?